Avtoxuliqanlığın həm cəriməsi, həm əməlləri həm təhlükəlidir, həm də çox ciddi bir tədbir görülür həqiqi avtoxuliqanlıq edən şəxslər barədə. Təsəvvür edin ki, cəriməsi nə az nə çox 501-ci dəfə üçün, yəni 500-750 manat arası cəriməsi var. Üstəlik, avtomobil idarə etmə hüququ məhdudlaşdırılır. 1 illik, birbaşa. Yəni sənə birincidən bir mənalı şəkildə sənin idarə etmə hüququn məhdudlaşdırılır. Hətta sənə inzibati həbs də verilə bilər. Amma əgər mən avtomobil idarə eləyirəmsə, dönmə siqnalını yandırmadan zolaq dəyişirəmsə, bu sadəcə manevr etmə qaydalarının pozulmasıdır və bunun da cəriməsi 40 manatdır. Və biz burada efir vasitəsilə istərdim sürücülərimizə tövsiyə edim ki, zolaq dəyişərkən, sağa, sola dönərkən ilk növbədə dönmə siqnallarından istifadə edin. Və bir şey bizim bəzi sürücülərimiz unudurlar ki, dönmə siqnalını yandırarkən dərhal manevrə başlayırlar və düşünürlər ki, mən əgər dönmə siqnalını yandırmışamsa, bir üstünlüyə sahibəm, mən üstünlüyə sahibəm. Amma bu elə deyil. Dönmə siqnalları heç bir sürücüyə üstünlük vermir. Dönmə siqnalını yandıran sürücülərə imkan daxilində yol verin ki, qoy onlar istədiyi istiqamətə gedə bilsinlər.